Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib. Bununla bağlı tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb və qərar artıq qüvvəyə minib. Nekoment AZ-ın əldə etdiyi məlumata görə hazırda xəstəxanaya yeni rəhbər təyin olunmayıb. Müəssisənin idarə olunması müvəqqəti olaraq mövcud rəhbər heyət tərəfindən həyata keçirilir. Yeni baş həkimin kim olacağı və təyinatın nə vaxt baş tutacağı barədə isə hələlik rəsmi açıqlama verilməyib. Məlumatda qeyd olunur ki, Mətləb Musayevin vəzifəsindən kənarlaşdırılmasının səbəbləri barədə də açıqlama yoxdur. Qərarın hansı əsaslarla verildiyi ictimaiyyətə təqdim edilmədiyindən məsələ ətrafında müxtəlif ehtimallar səsləndirilir. Aidiyyatı qurumların yaxın günlərdə məsələ ilə bağlı rəsmi mövqe açıqlayacağı istisna edilmir. Xatırladaq ki, Mətləb Musayev uzun illərdir səhiyyə sistemində fəaliyyət göstərib və Sumqayıt şəhər 1 nömrəli xəstəxanasına rəhbərlik edib. Onun rəhbərliyi dövründə müəssisədə bir sıra yeniliklərin və struktur dəyişikliklərinin həyata keçirildiyi bildirilir. Qeyd edək ki, Mətləb Musayev tanınmış müğənni Mənzurə Musayevanın qardaşıdır. Bu fakt sosial şəbəkələrdə və ictimai müzakirələrdə də diqqət çəkib. Məsələ ilə bağlı rəsmi qurumların açıqlaması olduğu təqdirdə əlavə məlumat təqdim ediləcək.